Kuba liderləri uzun zamandır Birləşmiş Ştatlar və Avropanın tənqidləri qarşısında ölkədə insan hüquqları sahəsində vəziyyəti müdafiə edirdilər. Biz nə qədər güclü olsalar da heç vaxt heç bir ölkə ya da bir qrup ölkədən gələn şantaj qarşısında güzəştə getməyəcək. Həbsxanada saxlanılan dissident Orlando Zapata Tamayonun ölümü ABŞ və Avropa liderlərinin Kubanı tənqid etməsinə səbəb olmuşdur. Zapato Tamayo həbsxanada daha yaxşı saxlanma şəraiti tələbi ilə 80 gün aclıq etmişdir. Gənc kommunistlərin qurultayında danışan cənab Castro deyib ki, xarici tənqidçilər onun ölümündən Kuba əleyhinə yeni media kampaniyası təşkil etmək üçün istifadə edirlər. Onlar adi cinayətlərə görə həbs edilmiş şəxsin ölümündən sui-istifadə etməyə çalışırlar, deyə o bildirmişdir. Prezident Obama Zapata Tamayonun ölümünü faciə adlandıraraq Kubada siyasi məhbusların hamısının azad edilməsinə çağırmışdır. Kubalı jurnalist Guillermo Farinas da daxil olmaqla başqa dissidentlər də aclıq aksiyasına başlayıblar. O, Kuba hökuməti səhhəti pisləşmiş 26 siyasi məhbusun hamısını azad edənə qədər yeməkdən imtina edəcəyini bildirmişdir. ABŞ rəsmiləri məhbəsdə olan dissidentlərin həyat yoldaşları və qohumlarının yaratdığı Ağ geyimli qadınlar adlı qrupla bağlı narahatlıqlarını ifadə ediblər. Dövlət Departamentinin sözçüsü Gordon Diguet demişdir. Biz Damas de Blanco qrupunun vəziyyətinə görə narahatlıq keçiririk və Kuba vətəndaşlarının dinç toplaşmaq və vicdan məhbusu olan ailə üzvlərinə dəstək bildirmək hüququna müdaxilə edən Kuba hökuməti rəsmilərinin dinç nümayişi dağıtmasından ehtiyat edirik. Keçən ay Kubalı Amerikalılar və Miami'nin başqa sakinləri Ağ geyimli qadınlar qrupuna dəstək məqsədi ilə yürüş keçirmişlər. Eyni zamanda Ağ geyimli qadınlar Havanada nümayiş keçirmək istəmişlər. Lakin polis buna imkan verməyib. Marcibel Lu, Miami'də demokratiya tərəfdarı qrup olan Kuba Demokratik İdarəsində Kubada insan hüquqlarının vəziyyətini monitorinq edir. Biz hər gün insanların rejimlə işləmək istəmədiyinin şahidi oluruq. Hökumətdə onlara nəzarət etmək üçün insanları döymək, həbs etmək və öz imicini qurban verməli olur. Lu deyir ki, təqib kampaniyası Ağ Evdən gələn təzyiq deyil, daha çox daxili problemlərə cavab olaraq aparılır. Təkcə Miami deyil, Los Angelesdə, New Yorkda, İspaniya və Braziliyada nümayişlər mühacirətdə olan Kubalıları adada olan insanlarla bağlayır. Bu yeni bir şeydir. Lu kimi demokratiya tərəfdarı fəallar ümid edir ki, adanın daxilində və xaricdən təzyiqlər Havanada dəyişikliyə gətirib çıxaracaq. Lakin hələlik hadisələrin necə inkişaf edəcəyi aydın deyil. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi.